Hamınıza salam dostlar. Bu günlərim sizlərlə birlikdə burada gördüyünüz sayısını bilə bilmədiyim qədər çox TNT partladacağıq. Niyə deyənləriniz var, amma niyə? Bir istədiyimi edirəm. İndiki dövrdəki uşaqlara güvənmək olmaz. Hər şey eləyə bilərlər. Nəsə, hazır. 1, 2, 3 partlatdıq. İndi görək nə olacaq? Dostlar, özdə buradakı TNT blokları mən özüm qoymamışam. Komutlarını öyrənmişəm. Doğaya nə oldu? Oha, indidən belədirsə birazdan nətər olacaq. İnəklər donuq qalıyor. Oy zübü. Oy zübü. Nə oldu bura? Oyun kökündən xarab oldu ya. Oha, oy zübü. Nə oldu be bura? Biraz buradan uzaqlaşım ki telefon xarab oldu. Mesajını almayayım. Oradan hemen uzaqlaşdım. Ay Allah, sadəcə 2971 dənə TNT partlatdım da. Niyə bütün oyun xarab oldu ya? Dostlar, artıq oyundan çıxma məcburiyyətində qaldım. Oyuna təzədən girək görək nə olacaq. İnşallah bütün xəritə kökündən sıfırlanmaz. Aha, dünya açıldı. Oya, nə olur ha? Mən bunların olacağını bilmirdim ya. Heç hərəkət etdirmə düymələri belə yoxdur. Ay, yuxarıdan TNT yağışı yağır ya. Bu nə də? Ay, həqiqətən də dünya sıfırlandı ya. Oy da. Ay Allah, sadəcə bir neçə komutla, bir neçə dənə də TNT ilə dünyaya nələr elədi. Özümü kötü adam olaraq hiss edirəm. Həbsə atılmaq üçün elə çox balacayam. Ay, nə danışıram ha mən? Ay, dünya nə günə düşdü, nə ağardım mən? Oha, o nə də elə orada? Hər nəysə, siz belə şeylər eləməyin, yoxsa Minecraft dünyası gedir. Nə günə düşdü dünya? Hər nəysə dostlar, Minecraft dünyamızın son halı belə oldu. Əgər TNT-dir, hələ də yağır. Nəysə, mən buranı silməliyəm. O hələ də qalıb ya orada. Hər nəysə dostlar, indi sizə onu nətər elədiyimi göstərəcəm. İlk öncə söhbət hissəsini açırıq. İlk öncə bu əyri xətt, bu çox önəmlidir. Sonra böyük hərflərlə fil yazacağıq, amma 2 dənəli. Sonra bu əyrimli xətt düz 4 dənə, amma hamısının arasında boşluq olmalıdır. Sonra o 4-cünün axırına istədiyimiz bir rəqəmi yazırıq. Ancaq 40-dan aşağı olsun. Və bunu 3 dəfə təkrarlayırıq. Ancaq buradakı 3 rəqəmi istədiyiniz bir rəqəm ola bilər ha. Və sonra isə istədiyimiz bir blokun ingiliscəsini yazırıq. Bitti. Vay be, işimdən çox mükəmməl bir şahəsər elədim.